15 fevral tarixində magistraturaya qəbul imtahanında ingilis dilindən düşmüş reading suallarına baxacağıq. Reading suallarını bildiyimiz kimi müəyyən texnikalarla həll etmək lazımdır, tapmaq lazımdır. Scanning, skimming kimi texnikalardan istifadə etmək lazımdır. İmtahanda götürüb bütün mətni oxumaq doğru deyil. Mətni oxuyub tərcümə etsəniz, artıq siz suallara qayıdarkən nəyi tərcümə etdiyinizi, nəyi oxuduğunuzu unutmuş olacaqsınız və bu faydasız olacaq. Ona görə birinci başlayırıq biz suallarla tanış olmağa və skimming bacarığını, scanning bacarığını bura tətbiq edirik. Baxın 6.1-də True False-lardan, burada amateur chess-dən söhbət gedir. Biz chess-i gedirik, axtarırıq ki, uyğunlaşdıraq ki, hansı yəni doğrudur. True False olduğunu tapacağıq burada. Məsələn, baxın bu cümlədə bu hissədə biz chess-i görürük. He plays chess against 6 professional players və mətnimizdəki sualla uyğunlaşdırırıq. Deməli, burada amateur deyir. Amateur həvəskardır, amma professional isə bildiyimiz kimi yəni peşəkardır. Yəni ziddir. Zid olduğuna görə false-u seçirik. İkincidə isə Darren Brown's shows include both ordinary and complicated tricks. Həm sadə, həm də ki mürəkkəb fəndlərin onun şovlarına daxil olduğunu göstərir. Baxaq görək şov hissələri tapırıq. Şovlar hardadısa altından xətt çəkək və baxaq görək həmin cümlə ilə uyğunlaşsın. Məsələn, şovun bir hissəsi buradadır, burada var. Burada baxın, elə cavab bu hissədədir. Biz görürük ki, simple sözü var. Simple və complex sözü var. Sinonim olaraq seçilib. Simple, ordinary, complex və complicated formasında. Deməli, doğrudur burada. Baxın, həm deyir, bəzən sadə olur, bəzən də mürəkkəb olur onun şousunun fəndləri. Bu da doğrudur. Turunu seçirik burada. Digərində isə eyni fəndlərin göstərdiyini, amma müxtəlif sonluqların olduğunu göstərir burada. Baxaq, show yenə olan hissələrə baxırıq biz. Baxın, bu hissədə he also, baxın, the tricks are very different, but the result is always the same. Əksini deyir. Baxın, uyğunlaşdırırıq indi. Əksini deyir bir-birinə. Burada very different deyir, burada isə the same deyir. Deməli, bir-birinə zidd deyir. Və yaxud da bunun sonluğunda həmişə eyni sonluqla, eyni nəticə ilə bitdiyini dediyi halda, burada müxtəlif deyir. Ona görə false-u seçirik biz burada. 6.4-ə baxırıq. Özü Darren Brown müxtəlif fəndləri başqasından öyrənmişdi. İllüziya göstərən şəxsdən öyrənmişdir. Görək elədirmi? Yenidən taught sözünü gedirik, tapırıq, öyrədilmə, öyrətmək. Bax, bu ifadələri axtarırıq. Və biz, baxın, bu hissədə görürük. Brown taught himself, yəni özü özünə öyrətdi. Amma burada başqası tərəfindən öyrədildiyini deyir. Deməli, bu da false-dur. 7-ci test tapşırığına baxırıq. Complete a sentence according to the passage. Mətninə görə cümləni tamamlayırıq. Biz birinci confesses sözünü bilməliyik. Etiraf etmək, boynuna almaq kimi mənaları var. Sinonim olaraq da admit sözünü biz deməli mətndən axtara bilərik. Sinonimdir çünki. Gedirik bu sözü confess və yaxud da admit sözünü axtarırıq ki, gələk mətnimizi tamamlayaq, cümləmizi tamamlayaq. Baxaq. Cümlənin əlbəttə ki, əvvəlindən başlayırıq. Mətnin əvvəlindən ki, cümləni tapaq. Baxın burada, he himself, o özü etiraf edirdi ki, he doesn't have any special magical or mind reading powers. Xüsusi bir bacarığı, sehirli bir bacarığı və yaxud da fikri oxumaq, zehni oxumaq kimi bir bacarığı yox idi. Gəlin gedək, mətnə uyğun da cümləni tamamlayaq. Mental problemi var idi, doğru deyil. İnsanların yaxşı idi fikirlərini oxumaqda. Əksinə orada deyir ki, yaxşı deyil. Yəni, zehni oxuya bilmir, fikirləri oxuya bilmir. C-də şöhrətini itirməyindən danışır. D-də deməli, məntiqi izah verməyi öz gücü ilə əlaqədar. Bu da doğru deyil. Amma Y variantı doğrudur. Yəni ki, o super bir gücə sahib deyildi, bacarığa sahib deyildi. İndi 8-ə baxırıq. Bizə sual verir. How did Darren develop a new form of show? A new form of show. New show'dan söhbət gedir. Gedək yeni şounu tapaq.
Görək ki, bu sualın da cavabının uyğun həll edək. Baxın elə burada. Bayaqdan biz show sözünün altına xətt çəkə-çəkə getmişdik. A new kind of show. Making more of the psychological aspect, he combined the magic tricks of the hands with the tricks of the mind. Birləşdirdi əlləri ilə zehninin, yəni zehnində olan fəndlərlə onu əllərinə tətbiq edərək. Fikrində nə var idisə, yəni əllərinə tətbiq edirdi. Onu həyata keçirirdi. Gəlin baxaq indi 8-in doğru cavabına. Burada şahmatdan oynamaqdan, şahmat oynamaqdan söhbət gedir, doğru deyil. Fikri oxumaqdan gedir söhbət, doğru deyil. C doğrudur. Bu auditoriya ilə sehirbaz arasındakı münasibətdən, əlaqədən danışır. Doğrudan, reallıqdan, illüziyadan danışır, doğru deyil. C variantı integrated, combined sözün sinonimidir. Manual, magic tricks, hand, manual, yəni əllə edilmiş ifadədir. Manual'la hand burada sinonim kimi işlənir və mental illusion da tam olaraq tamamlayır bizim mətnimizdəki cümləni. İndi 9-a keçirik. 9-cu test tapşırığında fascinated sözünün biz sinonimini tapırıq. Deceived aldatmaq, distracted yayındırmaq, irritated qıcıqlandırılmış. Deməli doğru deyil. Entertained əyləndirmək, interested maraqlandırmaq. Gəlin baxaq. Mətndə birinci hissədə elə fascinated sözü var. Fascinated hissəni tərcümə edək görə hansı uyğun gəlir? Something has always fascinated them about this man. Bu adam haqqında onları nəsə həmişə neynirdi? Maraqlandırırdı. Əyləndirirdi olmaz. Maraqlandırırdı və biz buna görə də D variantını doğru olaraq seçirik. Doğru cavab olaraq seçirik. Tab edəcəyik. Ona baxırıq. Onda isə hansı sualın cavabı var? Nə idi? Ən sevimli şousu hansı idi? Şouların altına xətt çəkibsizsə artıq. Siz buradan tapacaqsınız ki, görək bunun cavabı varmı? Bax, nəzərdən keçiririk, görək bunun şousunu maraqlı edən nəsə varmı? Amusing, amuse, entertained. Belə müsbət mənalı ifadələri tapmağa çalışırıq ki, görürük, yoxdur. Deməli, bunun cavabı yoxdur burada. Bunu çıxırıq. Deməli, biri çıxdıq biz. Keçirik 2-yə. How long? Müddətdən danışır. Nə qədər müddət? How long? Ümumiyyətlə, burada bir say, rəqəm görmədik. 3-də how does Darren Brown describe his early? Uşaqlığından danışır. Uşaqlıqla bağlı heç bir söhbət getməmişdi mətndə. 4-də isə what techniques? Hansı texnikalardan 4 var idi. 5-də isə nəyi başa düşmüşdür? O da var idi. İndi gəlin baxaq görək hansı hissələrdə idi. Deməli, texnikalar hissəsini gedib tapaq biz buradan. Texnikalar görək haradaydı. Baxın, burada he used techniques. Burada var. Daha sonra realize, nəyi başa düşüb, o hissəni də tapmağa çalışaq. Realize-də indi biz bu hissədən tapırıq. Baxaq. Aha, baxın, as he did more live shows, he realized. Deməli, bunun da cavabı var. İkisinin 4-ün 5-in cavabı var. Növbəti mətnə keçirik. Əlbəttə ki, mətni yenidən oxumuruq. Gedirik suallara baxırıq. 35 dərəcəni görürük. 35 dərəcədən çox ifadəsi var. Baxırıq mətndə. Elə baxan kimi 35 rəqəm olduğuna görə gözə tez çarpır və burada 35 dərəcədən aşağı. Amma bizə sualda 35 dərəcədən yüksək. Buna görə də biz false-u seçirik. Ziddir bir-birindən fikirlər. Daha sonra baxırıq. The body generates heat as quickly as it loses it. Mətni çox işlədikcə artıq hansı sözü axtarmalı olduğunuzu biləcəksiniz. İndi baxa bilərsiniz ki, məsələn, heç reading işləməyən, zəif reading bacarıqları olanlar ki, biz gedin bütün mətni bir-bir həmin sözləri axtaracağıq mı? Xeyr, artıq qeyd etdiyim kimi scanning, baxın, hitdir, quicklydir, losedur, bu sözlər və yaxud bu sözlərin sinonimləri sizin qarşınıza çıxacaq scanning bacarığı ilə. Baxan ki, məsələn, lose sözünü gördük, hit sözünü gördük, quick yox, faster sözünü gördük, düzdürmü? İndi uyğunlaşdıraq görək. Məsələn, burada deyir ki, bədən temperaturu itirən kimi, yəni o sürətlə də bərpa edir bədən həmin temperaturu. Amma baxın, burada əksini deyir. Həmin dəqiqə daha deyir, belə deyək də, sürətli düşür. Bərpa etdiyi istilikdən, temperaturdan daha sürətli düşür.
Yəni bərpa edə bilmir o dəqiqə. Deməli bunlar fikirlər ziddir. Biz false-u seçirik burada. Burada weaken sözü var. A person may have unclear speech sözü var. Unclear speech danışığa aid bir ifadə tapmalıyıq biz. Baxırıq. O zaman birinci paragraf bizə tanış idi. Birinci paragrafı yenidən baxmırıq. Keçirik 2-yə. Görək bu speaking hard ola bilər. Gözdən keçiririk. Temperaturdan danışır. Hikers, skiers, sailors. Heç bir əlaqəsi yoxdur ikinci paragraf. Keçirik 3-ə. 3-də isə baxın, speaking clearly danışır. Intensifies, yəni artdıqca. Amma burada nə yazılmışdı? Burada isə azaldıqca deyilir. Weakens. Azaldıqca problem yaranır yaranmağına. Bəli, speechdə problem yaranır. Nə zaman? Yüksəldikcə. Ziddir deyə burada azaldıqca deyir. False-u seçirik. Shivering stops. Shivering sözünü gedib tapırıq. Əsnəmə, titrəmə. Görək shivering hardadır. Baxın burada shivering can stop and the person may feel very tired and want to sleep. This is very dangerous because the body can no longer protect itself. Özünü qoruya bilmir. Bədən özünü qoruya bilmir. Bu da doğrudur. Yəni bir siqnal olur. Bu siqnal olduğuna görə daha doğrusu turunu seçməliyik. Bəli, doğrudur. Keçirik 12-yə. Answer the question according to the passage. Bu sualın cavabını tapmalıyıq. Alkoqoldan danışır. Gedirik alkoqolu tapırıq. Görək hardadır. Alkoqol. Alkoqol hardadır? Burada. For example, alcohol is dangerous because it makes people feel warm even though the body is still losing heat. Əgər sualın cavabını tap deyiriksə, birinci mətnə baxmalıyıq ki, görək bu fikir nə deməkdir. Nümunə olaraq alkoqol təhlükəlidir. Çünki insan öz bədənini, yəni isti hiss edir. Baxmayaraq ki, bədən artıq istiliyini itirib. Yəni bədən reallıqda istiliyini itirsə də, artıq elə bir hiss gəlir ki, alkoqol qəbul edəndə sanki bədənin istiliyi yerindədir. Yəni bu deyir təhlükəli bir vəziyyət. İndi baxaq görək hansının cavabı var. Yəni bu sualın cavabı. It raises the body temperature at unusual rate. Qeyri-adi səviyyədə, dərəcədə bədən temperaturunu qaldırır. Xeyr, qızdırmadan danışır. Qızdırmalıq bir şey deyil. Bədən temperaturunu warm, mülayimləşdirən, nisbətən isti formaya salır. Tam belə burada qızdırmadan söhbət getmirdi. Üstəlik burada protectdən danışır bədəni. Qızdırmadan qoruyur. C-də isə qidalanmadan danışır. D-də doğrudur D. Çünki reallıqda olmayan bədən temperaturunu, bədən hissini yaradır. Hiss olaraq yaradır. It reduce azaldır. Bədənin temperaturunu azaltmır. Əksinə onun artmasına yəni səbəb olur. 13-ə baxırıq. 3-cü paragrafı gedib tapırıq ki, görə bu 3-cü paragraf nə ilə başlaya bilər. 3-cü paragraf bu hissədir. Baxırıq at first var, birinci. Demək birinci varsa ikinci də olacaq. İkinci yoxdur, later var. Daha sonraki var. Bəli. Demək sıralama var da 2 ifadədən danışır. Gedirik, baxırıq, görək hansı uyğun ola bilər. Confusing thinking also can lead to risk-taking behavior. Confused thinking. Burada bir 2 ilə detallı danışan bir ifadəni görmürük ki, sonunu elə aparsın. Bax, bu uyğun gəlir nisbətən. 2 növü var. Bu şübhələndirə bilər bizi. When the body becomes cold, it reacts in different stages. Müxtəlif stagelərdə olur, mərhələlərdə olur. Ola bilər. Any condition that decreases heat production increases heat loss. Bu da uyğun gəlmir. Daha sonra first reaction to heat, bu da uyğun gəlmir. İndi baxırıq görək hansı uyğun gələ bilər. İlkində, ilk olaraq, insan başlayır titrəməyə, bədən temperaturunu isti saxlamaq üçün titrəməyə başlayır. Əllər keyir, hərəkət yavaşlayır. Daha sonra, later, o kəskinləşir, ifrat həddə çatır ki, insan çaşqın bir vəziyyətə, bihuş vəziyyətə düşür və danışıq bacarığında, danışığında problemlər yaranır. İndi gəlin, görək hansı uyğun. 2 növü olsaydı növlərin adını deyərdi, düzdürmü? Növdən danışmır axı burada. Burada stagedən danışır, mərhələdən danışır.
at first və then later. Later'dan sonra da hansı proseslər baş verir onu qeyd edir. C variantı doğrudur. İndi baxırıq 14-də. 14-də bax bu ifadəni sona qədər tamamlamalıyıq. İndi gedək baxaq görək hardan tamamlayır. Məsələn, nümunə olaraq da necə edir? Məsələn, dərman, heç bir dərmanı yoxdur, heç bir müalicəsi yoxdur mənasında. Həmişə həyat üçün təhlükəlidir. Müxtəlif formalarda, yəni müxtəlif şiddətli formaları da ola bilər, müxtəlif formalarda özünü göstərə bilər. Hiss edilmir ilk stage'də və qarşısı alınmazdı qeyd olunur. Baxaq. Məsələn, ilk stage'imiz nə idi? At first idi. At first'də deyir, hiss olunmayacaq dərəcədədir. Dərəcədə olsaydı, bəs bu titrəmə var axı burada. Deməli, düzgün deyil. Düzdürmü? Hiss edilməz. D variantını çıxdıq burada. Heç qarşısı alınmazdı. Ümumiyyətlə, burada hardly'dir, only'dir, always'dir. Bunları görən kimi çıxmaq lazımdır. Çünki bunlar əksər hallarda 90% səhv olur. Qarşısı alınmazdı. Biz artıq belə bir xəstəlik bilirik və sizcə bunun müalicəsi yoxdur mu? Qarşısı alınmazdı mı? Heç cür ola bilmir. Əsniyirik, üşüyürük. Bunların qarşısı alınmazdı mı? Heç mətnə baxmadan çıxmaq olar, ancaq mətndən də tapacağıq. Baxın, Y variantını çıxırıq. Hardly, sonra is always life threatening. Bunlar da çıxdı. Məsələn, baxın burada prevention ifadəsi var idi burada. Baxın, prevention. Yəni qarşısı alınma, wearing dry, quru geyinmək, isti geyimlər geyinmək. Bu formada qeyd edir. Daha sonra can be treated, yəni müalicə oluna bilər. Müalicə oluna bilirsə, deməli, A da səhvdir. Və həmişə həyat üçün təhlükəlidir, doğru deyil. Bu əlbəttə ki, doğru deyil. İndi biz baxırıq. Məsələn, burada can be treated under treatment depends on how serious the problem is. Yəni, onun ciddiliyinə görə dəyişir. Onun ağırlıq dərəcəsinə, şiddətinə görə dəyişir. Bu da C variantı doğrudur. 14-cü test tapşırığının düzgün cavabı C oldu. 15-ə keçirik. Hansı sualların cavabı var? What should be done to avoid hyposemia? Deməli, hyposemiyadan qurtulmaq üçün nə edilməlidir? Bunun cavabı vardı. Preventions. Preventions var idi ki, burada səbəblər deyil. Wearing dry, warm clothes. Yəni, bunun cavabı var. Birin cavabını götürdük. What are the symptoms of serious cases of hyposemia? Bunun da cavabı var idi. Hansı simptomlar var idi ciddi xəstə halda? Baxaq görək hansı hissədə idi o. In serious cases, baxın burada yazılıb. Keçək növbəti tapşırığına. How long can, nə qədər müddət olduğunu göstərmir. 3-ü çıxırıq. 4-də hansı medikal tibbi prosedurlar olur deyil. What is common belief about? Yəni, bu inamdan gedir söhbət. Yəni, nə düşünürlər, nəyə inanırlar bunun haqqında. Baxaq, varmı? Elə biri başlayanda many people think hyposemia only happens in very cold. Ancaq soyuq yerlərdə olduğunu qeyd edir. 1, 2, 5 doğru cavabdır. Sonda onu qeyd edə bilərəm ki, yəni çoxlu mətn işləməlisiniz. İmtahanda istənilən, məsələn, parafrez ifadələr düşür burada, parafrez etməlisiniz. Mətndə fərqli formada verilib, sualda fərqli formada. Məsələn, sözlə sözü uyğunlaşdırıb doğru olaraq seçə bilməzsiniz. Gərək parafrazanı başa düşəsiniz. Çoxlu mətn işləməlisiniz. Scanning nə idi? Açar sözlə gedib tapırsınız, sinonim sözlərlə gedib tapırsınız. Skimming isə ümumi nəticə çıxartmağa çalışırsınız. Görürsünüz, açar sözlər də yoxdur. Bəli, gedib ümumi mətndən məna çıxardırsınız. Amma scanning bacarığı, baxın, demək olar ki, 80% dimin testlərində məhz scanning bacarığıdır ki, uyğunlaşdır. Sadəcə biraz söz ehtiyatını çoxaltmağınızı məsləhət görürəm. Uğurlar hər kəsə.